Mən birinci bu Montella, bilirsiniz də, Türkiyənin baş məşqçisi. İstərdim təbrik edəyəm, dünya çempionatına gediblər və o bizim üçün baş ucalığıdır, sağ olsunlar. Düzdür, biraz yaxşı oyun göstərmədilər, amma indi əziyyətlə qalıb gəldi. Nəysə, əsas deyil o. Deməli, əsas getməkdir. İndi necə oldu? Bu Montella'ya görün nə sual verirlər, ay kişi. Jurnalistlər. Deyirlərsə, birdən görün. İndi bu adam da indi İtalyandır. Sevməsə də, amma ürəklə yanaşdı da bu komandaya. Kim kimi sevir? Qardaş qardaşı sevir. Görürsünüz, başqaları sevir. Amma bu ürəklə yanaşdı və buna sual verirlər. Deyirlər ki, birdən türklər uduzsa sən istefa verəcəksən. Nəm getməsə istefa verəcəksən. Bu nə sözdür? Uğurlar deməkdən, yaxşı söz deməkdən belə. Bax, belə erməni pərəst var, satqınları. O 10 dollarlıq deyirəm ha. 10 dollarlıq o satqın jurnalistlər var. İndi baxın, görün. Bizim əskərlərdir, baxın. Necə türklərin qələbəsinə sevinirlər. Sevinirlər, ümumiyyətlə bayram edirlər. Bizim əskərlərdir. Allah qorusun. Ay kişi, bizim ordunun, mən indi bir söz deyəcəm. Bax, bu ordu olmasaydı biz olmazdıq. Və Qarabağa da, Azərbaycana da əlbəttə böyük qələbələr, uğurlar, dünyada, Avropada həmişə oynasınlar, sevindirsinlər. Ancaq indi baxın, bu türk əskərlərimiz necə sevinirlər Türkiyə üçün. Bu bir, yəni halal olsun. Əsl Azərbaycan, əsl. Bu Allah verdi, bağırıb. Qarabağa indi mən bir desəm inciməyin. Bu bizim şəhidlərimizə Allah rəhmət eləsin. Bilməm, Tanrı rəhmət eləsin. Mən bunları niyə görə həmişə alınca fikirləşirəm ki, bunlar olmasaydı mən harada olacaqdım? Harada olacaqdıq da? Bu insanlar necə? Bunu o Balasanyan da nədir? Dəmir maşınına üydübdür, sümüklərini doğrayıb, ay Allah, bəyəmirsən. Bunu da yenə İtalyanlar bugün kino çəkirlər, danışırlar. Bizdə o abidə var, Aşıq Ələsgər. Aşıq Ələsgəri demirəm, olsun indi Aşıq Ələsgər, Aşıq Ələsgər də indi. Amma belənkə oğulların abidələri şəhərin mərkəzində olsa, Nadişahdır, Babəkdir ki, düşman bizə barmaq silkələməsin. Onları görəndə gəlirlər turistlər. İndi Qarabağ, bunlara görə o Qarabağ komandası oynayıb indiyadır. Bunlar vuruşublar Qarabağ üçün. Bugün mən istərdim hamıya o deyirləri Hüseynçilər deyirlər ha. Hüseynçilər. Bax, bunlardır, natiqçilər, Allah özçülər, Remboçular, mübarişçilər, Əliyarçılar. Bunlardır, bizim peyğəmbərlərdir, imamlardır. Bildiniz? Bunlar dövüşür. Hüseynçi, Allah rəhmət eləsin, ərəb üçün vuruşub, ərəb topa. Müsəlmandır, seyiddir, imamdır, Tanrı, tanıtırı, peyğəmbərdir. Yaxşı, qardaş, bunlar müsəlman deyil. Deməli, biz Türk torpağı üçün vuruşan adam müsəlman olmur, peyğəmbər olmur. Niyə benim Tanrı gələk bunları da yazaydı? Ay bədbəxtlər, bir düşünün də, onu yazıb o vaxtdan da tanıyıblar ha, indi haqq yolunda. Bunlar haqq yolunda vuruşmayıb, bizim yolda vuruşub və bəşəriyyət üçün vuruşub. Hüseynçilər ərəb üçün vuruşub. Ərəb üçün vuruşub da.
Bu nə şişirtmək lazımdır? Siz bunları atıbsınız, Hüseyin dedi. Bunların adını niyə çəkmirsiniz? 44 gündə siz yad elədiniz. 44 gün sentyabrın 27-sindən 8 noyabracan kim bunlara ehsan verdi, yas verdi, yas saxladı? 44 gün yas saxladınız, ehsan verdiniz. O şərəfsiz hanı? Bu şərəfsizlər. Şərəfsizlər. Bunlar ehsan verib, yox. Tanıyır bunları. Yad eləyib, yox. Bu yad eləyib ya yox. Bir dəfə. Hı? Bunları. İndi mənim bir yad eləmirsiniz. Mən bilirəm 27 sentyabrdan 8 noyabracan hansısa bir ehsan verdilər obyektə. Bir 44 gün məscidlərdə yad elədilər. Məhərrəmlik ayında yas tuturlar. Bunlara yas saxlamadılar. Bunlara yas saxlamadınız. Bax, bunlar hansı ki biz bunların hesabına. Bunlar olmasaydı Hüseynçi olmazdı. Bugün Hüseynin adını çəkirsin bunların hesabına. Ha. Bunlar indi siz Hüseyin adını çəkirsən, ha, bunların hesabını çəkirsən. Bu əskərlər bugün şəhidlərdir, bunlar da əskərlər. Bax, bunlar, yenə də deyirəm, bunların Qarabağlılar futbol komandasına ayda 5.000 alırsınız. 5.000 alırsınız da sağ olsun. İndi dövlət indi hamıya verə bilmir, imkan yoxdur. Dövlət sizə maaşı verir ki, bəlkə görə sizin ürəyinizdə bir Azərbaycanlıq var, bir insanlıq var. 5.000 verib, hesab elə ki 4.500 almışsan da verib. 4.500 kifayət bəsdir. Adam 4.000-də bəs edir. Mən 400-lə yola gedirəm də, mən alıram da pensiya. İndi soğan çörək yeyiriksə, şükür. Burada nə var? Sən 4.000-lə ay kişi, qara ikra da hər şey yersən. Sən nə olsa futbol oynayırsan da. Amma futbolu kimin hesabına almışsan? Bunların hesabına. Futbol, bunun ruhu şad olsun. Siz bir qəpik bunların ailələrinə, ya indiki qazilər, bax bunlar olmasa ermənilər Bakıda olur. Bunlar olmasa farslar çoxdan bura girmişdilər. Bax bu uşaqlar soru saxlayır qabağımıza. Bunların hesabına mən danışıram. Bildiniz? Və o soğan çörəyi də yeyirəm. Onlar olmasaydı 5.000 verir, 10.000 alırsınız, 50.000 alırsınız. 50.000-in 10%-ni siz bir dənə əskərə, hansı ki çıxır etiraz edir, deyir ki, köməkləyin. Dövlət indi eləyə bilmədisə, dövlət sizi yoxlayır. Dövlət bəlkə bizi yoxlayır görə bir adamlığımız olacaq. Mənə 50.000 verib, mənə 10.000 verib, mən də 10.000-dən 1000 manatını verim də. Ay kişi 10.000, 30.000 alan var, 40.000 alan var. Yenə də deyirəm, hansınız birinə kömək elədiniz? Hər ay 10% aylığınızdan keçirdim bunlara. Aylığı siz verin. Niyə futbolist oynayırsan bunun hesabına? Sən deməli 10% aylığından verə bilmirsən. Ay kişi, mən ümumiyyətlə hərdən bir deyirəm ki, mən özüm qardaş, fond yaratsınlar, hara deyirsiniz, mən orada gəlim qardaş. Heç olmasa biz 30 manat özüm keçirdərəm. 30 manat. 10% də 10%, yəni o 300 alan, 400 alan. 10%-i mən keçirdirəm əskərlərə və hamıya deyirəm, kimin, hansı pensionerdir. Pensionerlər var 2.000-də alırlar. 10% deməli ayıbdır. Ayıbdır. Dövlətə kömək olun, dünyaya göstərin, nümunə olun, göstərin dünyaya ki, Azərbaycan xalqı nədir. Burada nə var? İndi dövlət hamıya kömək edir. İndi burada da indi insanlarımıza nə gəlib? Yaxşı.
İnsanlar da bir-birinə kömək eləsin. Dövlətin özü də sevinəcək, hamı sevinəcək. Yəni burada Qurban da baş trener, Qurban, məşqçi Qurban Qurbanov. Ayda bir 50-60 alırsan, neçə alırsan, 30 alırsan, 10% nə olar keçir. Və sən qardaş, buna bax, Allah verdiyini bir yad elə. Bəlkə 10% ürəyindən keçirdəsən. 10% bütün hamısı idmançılar. Azərbaycanda 100 minlərlə idmançı var. Kifayətdir, əsgərlərə kömək edin də siz idmançılar yaxşı maaş alırsınız. Nə olacaq? 10% keçirdin də. Bu qədər. 10% ayıbdır. 10% hələ bunlara nə deyim, indiki bu uşaqlara siz 10% deməlidir ki, 100 minlərlə idmançılar var, keçirdin də. Maaşınızdan 2000 almırsan, alırsan 1800 ha. 2000 alanda 1800 ilə dolanmayasan, 1000 manatdır. Sən 100-ünü versən 900 ilə yaşaya bilməyəsən, məsəl üçün deyirəm. Ayıb bilirsiniz, burada sözüm yoxdur. Hamıya deyirəm, yəni imkanınız var, kömək elə əsgərlərimizə.